Ən əsası odur ki, tərkibindən vurulan adi su belə sirap suyundan istifadə olunur. Sirap suyundan hazırlanır. Bəli, adi su vurulmur. Holland penderi, bəli, Holland penderidir. Hazır məhsullarımız var. Kaldenikli sousdadır. 3-4 gün sousda qalacaq. Daha sonra pişəcək. Burada puder vasitəsilə ədviyyatlar əlavə olunur. Karışdırılır, xırdalanır, çəkilir. Şpris vasitəsilə doldurulur. Orada təbii bağırsağın içində. Daha sonra isə peçdə pişir, hisə verilir. Hər əsas təsir nöqtəsi arıqladıcı, piyərici təsir var. Bu, məsələn, kim arıqlamaq istəyirsə bundan istəsə? İstifadə qaydasında 250 ml suya istəyənlər üçün qarpız su. Gördüyünüz sef kimi balaca bir mağazamızın içində istehsalatımız var bizim. Bütün gördüyünüz çeşidlərimizin heç birində donuz əti, donuz peyi, qazında adlandırıcı yoxdur. Bəli, ən əsas ki, halaldır. Halaldır. Salam, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda yerləşən bu Spektral dükanından Kalbasa dükanından qəşəng maraqlı video sizlər üçün hazırlayacağım. Mənə dəstək olmaq üçün mütləq videonu bəyənin, şərh və fikirlərinizi bildirin, kanala abunə olun. Küçənin adı nədir bura? Ağa Neymətullah. Ağa Neymətullah küçəsində yerləşir. Nərman metrosundan çıxıb sağ tərəfindən belə gələndə gəlib tapa bilirsiniz rahat. Daxil olacaq dükana qiymətlərlə tanış olacağıq. Bu sos special olaraq biz Azərbaycanda bir ilk etmişik. Gördüyünüz sef kimi balaca bir mağazamızın içində istehsalatımız var bizim. Bütün kalbasa və səskə çeşidlərimiz var. Hər birini gündəlik mağazanın içindəsə istehsal edirik. Tərkib olaraq da erkək dananın bu toyuq filesindən və quzu quyruğundan hazırlanır. Gördüyünüz çeşidlərimizin heç birində donuz əti, donuz peyi, qazında adlandırıcı yoxdur. Bəli, ən əsası ki, halaldır. Qatısı olduğu üçün də saxlama müddəti cəmi 3 gündür. Gəlirsiniz, istehsalatı görürsünüz. Həmçinin məhsulların çeşidlərimizin dadına baxırsınız, yerindəcə seçiminizi edirsiniz. Kim istəsə dadına baxa bilər, məhsul proseslərinə tanış ola bilər, necə hazırlanır, onu da göstərəcək. Sıfırdan hazırlanması, ətin çəkilməyi, bişməyi, hisə verilməyi, ədviyyatların əlavə olunmağı, bütün etap gözünüzün qabağında vardır. Həftənin demək olar ki, 4-5 gün ərzində istehsalat gedir. Hər ağızlarına uyğun çeşidimiz də var. Doktoruz ki, çeşidlərimiz ki var. Holland penderi, bəli, Holland penderidir. Doktoruz ki, sadə çeşidimiz var, yağsız. Həmçinin ədviyyatı az olan doktoruz ki, uşaqlar üçün olan sosislərimiz və paprikaların çeşidimiz var. Kapsiyonlu toyuqlar, sırf dana əti ilə olan dana sosislərimiz, Holland penderi olan sosislərimiz, malotsa sosislərimiz, uşaqlar üçün olan özəl ədviyyatsız uşaq sosislərimiz var. İstəsəz yaxınlaşıb əldə edə bilərsiniz mağazamızda. Uşaqlar üçün sosisdir, uşaqlar üçün qalmasa. Onun əsas əhəmiyyəti ədviyyatsız olur. Ədviyyatsızdır. Kilogram qiymətlərində də var. İstəsəz bunlar da kilo ilə kim istəsəz ala bilərsiniz. Dana əti, pendiri, südlü, malotsun olan çeşidlər. Burada da digər çeşidlər, bastırma ət çeşidlərimiz var. Həm toyuq əti ilə, həm dana əti ilə. Bu da bastırma da. Bəli, bastırmadır. Kapsiyonlu toyuğun filesidir. Ovçu bildiyimiz axırlıqca kalbasalarımız, sizə verilmiş servalat çeşidlərimiz var ki, bərk və quru sevənlər üçün xüsusi dadı var. Krakovskilər, sucuklar, yarım isə verilmiş servalat çeşidləri. Tərkib olaraq 80% dana əti, 10% fili, 10% quzu quyruğu. Bunun özəlliyi də odur ki, yəni halaldır, gözünüzün qabağında hazırlanır. Yəni rahat gəlib burada çəkdirib hazırlada bilərsiniz, ala bilərsiniz, can rahatçılığından yeyə bilərsiniz. Yəni super bir şeydir bu. Buyur qardaş. Yağlı sevənlər üçün yağlı, quyruqla sevənlər üçün quzu quyruğuyla, yağsız sevənlər üçün servalatın tam verilmiş çeşidi var ki, 50% dana bu dətidir, 50% toyuğun filesi. Ən əsası odur ki, tərkibindən vurulan adi su belə sirap suyundan istifadə olunur. Sirap suyundan hazırlanır. Bəli, adi su vurulmur. Hər bir şey yüksək keyfiyyətdə, yüksək yəni daddadır. Dadda hazırlanır. Əsas keyfiyyət, önəmli olan əsas keyfiyyətdir. Xüsusi çeşidlərimiz var ki, həmçinin quzunun quyruğu, kapsiyonlu. Bu kapsiyonlu hazır pişmiş isə verilmiş, bəli. 4-5 gün ərzində xüsusi sousda qalır, şirin biber halqa ilə qarışdırılır, bişir hisə verilir. Bu necə istifadə edilir? Bunu sadəcə elə doğrayırsınız, çörəyə qoyub yeyirsiniz. Yemək olar da elə. Çox gözəl. Dırnaqdan hazırlanan sveji xaşlar. Bu sveji təzə xaşdır, mükəmməl. Ev suyu ilə hazırlanan tam təbii şəkildə. Ən əsası ki, bizim mağazada olan bütün məhsullarımız heç bir fabrik, zavod məhsuldur. Hamısı burada özümüz hazırlayırıq və kənd cəmaatından alırsınız. Tam təbii. Bastırması. Bəli. Baş ətindən qabiyə deyim. Çox gözəl. Halal, tərtəmiz. Bəli, halal. Ən əsas halaldır. Belə sucuklar var, xüsusi ədviyyatlı falan.
Sırf donat edir, quzu qoyuldu və təbii bağırsağın içindədir. Fərqli dada məxsusdur. Əladır, əladır, həqiqətən. Bax, burada sonra mən gördüm. Həm mənim diqqətimi çəkən bax, bu doyğun döşətidir, kapçon Doyğun toyuqlar. filesi, bu da olacaq, məsəl üçün bu çeşidimizdə olacaq. Hündüşalan pit filesindən olacaq kapçondur. Keç ətindən sasikamız, kalbasamız, quzu ətindən müxtəlif çeşidlərimiz getdikcə artacaq. Getdikcə artacaq, Bəli, bəli. təzə açılıbdır, ya artacaqdır. Burada da bu da kapçon toyuqdur, əladır. 4-5 gün. Xüsus sousda qalır, ədviyyatı sousda qalır, sarımsaq. Canına kesilir, o dadı Bəli, özünü canına saxlayır. kesir, pişir, ən sonunda da hiss edir. Hazır şəkildə doğrusu. Burada həmçinin bal çeşidlərimiz var, organikliyi və seçilən müxtəlif bal çeşidlərimiz Təmiz var. baldır. Bəli, qaraçıkan balı var, Ağsu rayonundan gəlir, özünə məxsus fərqli dadı var. İsmaildən gələn ramkal balı var, pətəkli bal, cökə balı var, çiçək tozu, vərəmum. Hərisinin də özünə məxsus faydaları var. Qardaş, belə Bu bərəm vərəmumdur. Bu propolisin təbii spirtdə həll olmuş bir çeşiddir ki, bunu 50 qram suya bir xörək yaşı əlavə edirsiniz, içirsiniz. İçirsiniz. Boğazdakı iltihaba, Hamısılardan gedə, soyuq dəymə müsbət təsir Evet, göstərir. Kiçik ölçülərdə də var, kiçik ölçülərdə 250 qramı istəsəz seçim edə bilərsiniz, ala bilərsiniz. Həmçinin pətəkli bal çeşidimiz var ki, Laçın rayonundan gəlir. Laçın balı, Laçın balı, evet. bəli. Pətəkli artıq gəlib bizim mağazamızı əldə edə Belə bilərsiniz. qabda qəşəng rahat olar. Bəli, bəli, kiloluk da var, istəsəz yarım kiloluk. Tam təbii, Bəli, organik məhsuldur. ən Belə. son ki, bütün Mükəmməl. çeşidlərimiz, hamısı bal çeşidlərimiz aldıqda biz laboratoriya keçirdirik. Yəni aldığımız bütün məhsullar laboratoriya keçiririk, Aha. keyfiyyətlə əmin oluruq, daha sonra satışa keçiririk. Vay, yəni ki, Əsas keyfiyyətlə insanlar razı qalsın əsas odur. Burada da ki, kimisi gəlib dadına baxır, dadırmağa Bəli. baxır, alır. Yəni ki, Bütün çeşidlər dadına baxıb yerindəcə alırıq. Bütün istehsalımız da burada gedir. Gəlin yaxından tanışırıq. istehsalatı göstərir. Hazır məhsullarımız var ki, kaldenikli sousdadır. Aha. 3-4 gün sousda qalacaq. Aha. Daha sonra pişəcək. Burada puter vasitəsilə ədviyyatlar əlavə olunur. Aha, super. Karışdırılır, xırdalanır, çəkilir, şpris vasitəsilə doldurulur. Aha. Orada təbii bağırsağın içində. Daha sonra isə heç də bişir, hisə verilir. Hisə Hər verilir bir orada. şeydə tam təbii. Hisə Təbii. verilmədən heç bir qatqı falan, rəngləndirici falan heç bir şey Heç nə yox. Təbii oduncuqdan odunlar basır, yanır, bişir, hisə verilir. Hə, təbii odunda özdə çislər verilir, o Bəli, bəli. mükəmməl bir şeydir. Xüsusi odun. Xüsusi odunda. Burada bizə məxsus sistemimiz var. Soyuq sıxım yağlar, Aha. qara çörək yağı, mədə bağırsaq həzm sisteminə bir növbə dərmandır. Kətan yağı, küncüt yağı, həzmə, dəriyə, müxtəlif çeşiddə məhsullarımız. Közdə hazırlamaq, hazır ikralar, sadə ikra çeşidlərimiz, badımcan ikrası, leço, mandal salatı, ketçup, tomat, bu çeşiddə məhsullarımız da var. Müxtəlif çeşiddə əzmələrimiz, fındıq əzməsi, fıstıq əzməsi, badam əzməsi, tabii küncüt əzməsi, Təbii. daha sonra şokolad yağı, nehrə yağları, Nehrə yağı, bəli, təbii. bəli, çoxsunu özü gətirsilir öz rəyimizdən, tam təbii. Tam təbiidir də, Bəli, bəli, organik. tam təbii. Hə, mükəmməl. Şokolad yağı, kərki, Qaypağı, pendir, şöyle, hər şey, şeylərdə olur. hər şey var. Hətta Daha sonra müxtəlif rayonlardan gələn kənd məhsullarımız, mürəbbə çeşidlərimiz var. Hər ağızdan duyğu çeşidlərimiz, mürəbbəsi, əlik, yavan, gilas, heyvan, hər ağızda duyğu. hər də ağızlarına Mürəbbəsi, kompon çeşidlərimiz, turşularımız, fərqli məhsullar istəyənlər üçün qarpız Qarpız turşusu, turşusu. bəli, Naxçıvana məxsusdur. Aha, Naxçıvanın özünə Bəli, bəli, məxsusdur. Naxçıvana məxsusdur. Fərqli dadı var, özünə məxsus dadı var. Daha sonra fərqli məhsul axtaranlar üçün balderqan turşusu var ki, Naxçıvana məxsus bu məhsuldur. Bu ancaq bura özəl olaraq burada Bəli, bəli, bəli. Super, super. Turşularımız var, soba turşusu var, bu da Naxçıvana məxsus bir məhsuldur. Super. Müxtəlif sirkə çeşidlərimiz var, alma sirkəsi, qurun sirkəsi, tut sirkəsi, armud sirkəsi, kivi sirkəsi. Kivi sirkəsi Bəli, var. bəli, kivi sirkəsinin əsas təsir nöqtəsi arıqladıcı, piyəlici təsiri Ha, var. bu məsələn kim arıqlamaq istəyirsə bundan Bəli, bəli, istəsə istifadə qaydası da 250 ml suya bir fəşkəş əlavə edirsiniz. Səhər ac qarnına, axşam tox qarnına. bu qana Gün çəkir. ərzində 2 dəfə istifadə edirsiniz. Həzm sistemindən mədə bağırsaqların piylərini arıqlamaq çox yaxşı. Çox Təbii bir detoksdur. Detoks, super. Həmçinin var ki, bunun sirkəsi böyrək üçündür. Qoymadənən suyu var ki, fərqli bir məhsuldur. Bunun da bir fərqli bir istifadə qaydası var. Bunu da 100 qram, 150 qram suya əlavə edirsiniz bir fəşkəşi. Daxilə istifadə xeyirdir. Boğazdakı iltihaba, mədə bağırsağa, mədə-altı vəzində problem olan şəxslərə, dəri xəstəliyi olan insanlar rahatlıqla istifadə edir. Qablaşdırmalar da çox gözəldir, səliqəli qəşəng. Şüşə şəkildə heç bir plastik deyil, uzun müddət saxlaya bilərsiniz. Armud sirkəsi var. Armud sirkəsi də var burada. Şəkər suyu təzyiq üçün çox yaxşıdır. Abora var, çal üzümün suyu. Çal üzümün Hər kəs suyu. Yəni abora nə olan şeydir? Fərqli bir məhsul. Bu sirkə deyil. Bu sadəcə çal üzümün suyudur. Aha, çal üzümü. Gün ərzində 2 dəfə istifadə edirsiniz. Aha. Təzyiqə, şəkərə,
Çox. hava, bədəndən necə deyim, ziyanlı bir maddədən çıxandan sonra işləsin. Bədəndə olan o zəhərli maddələr çıxardır, ifrat edir. Alma sirkəsində həmçinin tərkibinə bal vurur, balla hazırladığı üçün mədə problemi olan adamlarda rahatçılığına istifadə edilir. Tam təbii. Tam təbii, mükəmməldir. Sirkəsi gülav var ki, Gəncə gülavı. Gəncə gülavı da bu, mükəmməl. Bir məhsuldur. Ürəyin dərmanındandır. Çox gözəl. Çeşitlərimiz Oldu, çeşitlər. Quşlarımız, tandır, digər, digər. Həmçinin də bizdə bir belə bir fəaliyyətimiz var ki, hər hansı bir fərqli bir çeşiddə bir məhsul var. Müştəri onu istəyir. Bizdə olsa, həqiqətən satışın keçir. Olmasa belə biz sifarişi götürürük, istənilən bir çeşid məhsul tapırıq, onu müştəriyə satırıq. Kənd məhsullarına ayrılır. Qaz, ördək, gülüşqa, kəsəkli, qoyun əti, üzəti. Kim istəsə, biz onu gətirsin. Özdəki məkan qəşəngli, işıqlıdır, genişli, rahat tanış olursan, keyfiyyət, istehsalatla tanış olursan, tadına da baxa bilirsin. Yəni, işıqlı, geniş, tərtəmiz məkandır. Lavaşlar da var hətta burada belə. Naxçıvan lavaşlar da var. Közdə hazırlanır. Və burada bizdə ədviyyat çeşidlərimiz var ki, çox üçün Türkiyədən gətirir və yerli məhsullarımız var. Sumaq çeşidlərimiz var, müxtəlif ədviyyatlar, pul biberi, iri, zəncəbil, istiyodur, müxtəlif fərqli məhsullardan olan Ordubadın limonu, kekosu, həmçinin limonu, kekosu. Bəli, cərlikli, qara söyüdüdür, kakosunu yüdürmüşük, ülkəyisiz badamını, sumaq həm İsmailli, həm Ordubad. Yerli astara çaylarımız var ki, tam təbii və astaranlı. Rəngləməyə getməmiş 10-12 dəqiqə dəmlənir. Rəng vurmuyublar, yəni tərtəmiz öz rəngidir. Çox gözəl bir şeydir. Həmçinin Dubai şokoladlarımız var, qara çörüyotu, alaqanqal tohumu var ki, qaraciyər piylənməsindən, qaraciyərdəki toksid maddəni təmizləmək üçün çox müsbət əzidir. Alaqanqal toxumu. Bizdə yağlı olur, satış etdiyi üçün mağazada yerinə gətirilir. Çox faydalıdır. Ən xüsusiyyəti ki, tam orqanik, bütün məhsullarımız və yüksək keyfiyyət olan işdir. Dubai şokolad axtarında və məndən soruşurdu, bu mağazada var Dubai şokolad, belə hədiyyəlik gəlib ala bilərsiniz belə. Heyva qurusu da var, üzərlik, yəni orqanik məhsullardır. İndi mən sizə istehsalat prosesində göstərəcəm, necə kalbasalar hazırlanır, hisə verilir, hamısını. Yəni belə bir dükan yoxdur bəzən, bir nömrədir. Yeni konspekti, ilk dəfə. İstehsalatı müştərilər gəlsin, sıfırdan öz gözəlliyinə gəlsin. Tam təbii var. Məsəl üçün, sıfırdan hazırlanmasını görsün. Pişsin çıxsın, məhsulun alsın, çıxsın, geçsin. Baxır burada məsəl üçün üşüyər arxasından baxır, necə hazırlanır, orada qəşəng hazırlayırlar, pişir. Hissdə qəşəng hissə verilir, alır, çıxıb gedir. Yəni ki, mükəmməl bir konspektdir. Ona görə videonu bəyənin, yəni şərhlərdə fikirlərinizi bildirin. Burada mənim əsas qərarım sizin kanalıma mənim dəstək olmağınız, abunə olmağınız. Yəni mən heç bir mağazada danışamıram. Yəni ən yaxşı yerləri, orqanik keyfiyyətli brend yerləri çəkib göstərirəm sizə. Bunun qarşılığı olaraq mütləq videonu bəyənin, şərhlərdə fikirlərinizi bildirin. İnşallah. Mən sizə göstərəcəm, sonra istehsalat prosesini göstərəcəm sizə. Eyvallah.